Herkese salamlar. Sualım var rubrikasındayıq. Yeni məktubumuz var. Gəlin başlayaq. Salam Aygün xanım, ümid edirəm yaxşısınız. İlk növbədə sizə təşəkkür etmək istəyirəm. Çox uzatmadan məsələyə keçirəm. Mənim 31 yaşım var. Təqribən son 3 ildə müəyyən situasiyalarda fərqli şəxslərlə münasibətdə olduğum yaxud flirtim olan şəxslərlə fiziki bir yaxınlıq yaşamışam. Ancaq heç vaxt real seks olmayıb. Çox açıqlamaq istəmirəm, siz özünüz anladınız. Və hal-hazırda təkəm. Həyatımda çox toksik bir münasibət var, 1 il yarımdır. Biz gah ayrılıb, gah barışırıq və mən o insanla deyərdim ən çox təqribən 5-6 dəfə fiziki yaxınlıqda olmuşam. İndi öz həyatımın karyera qurmaq mərhələsindəyəm, lakin ürəyim belə desək yaxınlıq istəyir. Bunu əslində necə izah edim bilmirəm. Bu hardasa dümdüz insan yaxınlığıdır, istilikdir də deyərdim. Yəni insan yaxınlığı və istilik. Lakin mən görürəm ki, bu adam məni sevmir, bu ya takıntıdır, ya bədənsəl bağlanmadır və mənə özümü dəyərli hiss elətdirmir. Həqiqətən onun yanında özəl hiss etmirəm. Biraz qarışıq görünəcək, amma məni dəyərli hiss etdirən qısa müddətli bir tanışlıqdan sonra isə mən artıq bu adamla fiziki yaxınlıq da istəmirəm. Çünki qısa müddətli tanışlıq məndə belə bir şey buraxıb ki, mən heç bilmirəm nə hiss edim. Mənə buradan gördüyünüz qədər məsləhət verməyinizi rica edərdim. İlk oxuyanda gülümsədim biraz, çünki məncə hələ ki burada kanalda müzakirə etmədiyim bir mövzunu qaldırmışsınız. Bilirsiniz, siz əslində burada söhbət ilk görsənə bilər ki, sanki intimdən, fiziki yaxınlıqdan gedir, amma yox. Məncə siz burada fərqində olmadan daha çox münasibət qura bilməmək bacarığınız, münasibət qura bilməmək haqda danışırsınız. Sizdə bu bacarıq yoxdur. Bir insan, məsəl üçün 31 yaşınız var, özünüz də deyirsiniz ki, 1 il yarımda toksik münasibətdədirsiniz. Bu da bir növ göstərir ki, nə çıxa bilirsiniz, nə qala bilirsiniz, yəni idarə edə bilmirsiniz bu münasibətin içində baş verənləri, özünüzlə nə baş verdiyini anlamırsınız münasibətdə, nə baş verdiyini, yəni get-gəlli münasibətdə. Biz insan olaraq, yəni qadın olaraq deyək, söhbət qadından gedir burada. Qadın olaraq, əgər özümüzlə yaxşı kontaktda deyiliksə, özümüzlə deyəndə ilk növbədə insan bədənini və emosiyalarını, hisslərini nəzərdə tutur. Onlar da zaten onsuz da bədəndə yaşayır. İnsan bədənindən qopuq olanda ona elə gəlməyə başlayır ki, sanki onun emosiyası yoxdur, hissləri yoxdur. O kontakt olmayanda insanın içi bir növ ölü və soyuq, buz kimi olur. Və o buz kimi hala, o donmuşluğa insan dözə bilmir. Çünki bir müddət sonra az qala o buzlar kraliçası nağılında var, yəni Snejna Koroleva. Ona dönmüş kimi hiss edir, sanki bütün varlığı donurmuş kimi. Və sizin axtardığınız da əslində özünüz də yazırsınız ki, bu daha çox yaxınlıq və istilikdir. Biz özümüzlə münasibətdə emosiyalarımızı tanıyaraq, özümüzü tanıyıb anlayaraq münasibət qura bilməyəndə, yəni özümüz bir növ o boşluğu tanımağa başlamayana qədər, boşluq isə, yəni qısaca desəm, boşluq adətən bizim özümüz haqda tanımadığımız hər bir şey, rədd etdiyimiz hər bir şey o boşluğu yaradır. Təsəvvür edin ki, bu məsəl üçün bir kasa var və içində 100 dənə top var. Və mən o kasa doludur, düzdür? Əslində biz insan kimi hamımız 100 dənə top dolu olan bir kasayıq. Amma əgər mən o kasanın içindəki toplar haqda düşünmürəm, onlarla kontaktda deyiləm, sanki unuduram ki, o toplar orada var. Və ya mən onların varlığını rədd edirəm, unuduram, ya da onların varlığı mənə o qədər narahatçılıq verir ki, mən bir növ özümdən onları çıxardıram, o götürəm o topları atıram kənara, atıram və birdən mənim kasam boş qalır.
Və mən elə hiss edirəm, əslində mən heç nə atmıram, mən onları oradan götürüb ata da bilmərəm, amma psixoloji olaraq elə hiss olunur. Sanki mən kasam boşdur. O boş kasa da insanı dəhşətli dərəcədə incidir, yalnız hiss elətdirir və hətta insanda mən yoxam hissi yaradır. Və siz də məncə özünüzü tanımadığınız üçün bu yola bəlkə başlamamısınız hələ. Başqa insanları da tanımaqda çətinlik çəkirsiniz. Münasibət qurmaqda isti, səmimi münasibət qura bilmirsiniz. Harda ki, qarşı tərəflə, indi bu dəqiqə mən qarşı cinsdən danışıram, amma bu ümumiyyətlə məncə sizin həyatınızda ümumiyyətlə bir problem ola bilər. Ki, insani kontakt qurmaq. İndi siz bəlkə də dinləyirsiniz və deyə bilərsiniz ki, ya da oxşar bir situasiyada olan xanımlar deyə bilər ki, yox, nə danışırsın, mənim həyatımda o qədər dost, tanış, qohum var, həmişə mən məşğulam, görüşürük falan filan. Amma bu heç bir göstərici deyil. Biz, o bir söz var, insan toplumun içində hayküylü bir yerdə də özünü yalnız, tamamən yalnız hiss edə bilər. Harda ki, burada göyə ki danışırsan, gülürsən, hay-huy, kayka falan filan. Amma için yenə də donmuşdu, için yenə də boşdu. O iç sanki dolmur. Və bu səmimilik biz başqa insanlarla o istiliyi heç vaxt yarada bilmərik, əgər özümüzlə yoxdur. Özümüzün içində real olmaq isə hisslərimizi danmamaq, hisslərimizlə kontaktda olub, onları yaşamaq, proses etmək, həzm etmək, anlamaq yolundan keçir. Ona görə siz o dolmuşluğu bir növ fiziki kontaktdan yaratmağa çalışırsınız. Sizin bir insan üçün, qadın üçün, əgər bu kontakt, kommunikasiya yaratmaq çətindirsə, o elə bil ki, ikinci ən asan yol özünün bədənsəl olaraq, cinsəl olaraq özünü bir növ ödünc verməkdir. O, sanki o, məsələn, əgər mən qarşı cinslə münasibət qurmaq istəyirəmsə, konkret bir münasibətdən söhbət gedir də, yəni harda ki, danışmaq var, kontakt qurmaq var, ilişki yaratmaq var. O, uzun bir müddət çəkir də, harda ki, mən əgər real özündən biraz kontaktdayamsa, savunmasız olmağı, fərqli etaplardan keçməyi, yəni tanımaq prosesi, insanı tanımaq prosesinə gedir. Onlar isə emosional olaraq çox gərginlik yaradır. Və bu emosional gərginliyi əgər mən tanımıramsa, deşifrə edə bilmirəmsə, bir-birinin hərflərinə qoya bilmirəmsə, mənimlə nə baş verir, bizimlə nə baş verir, bu ilişkidə nə baş verir, anlaya bilmirəmsə, onda sanki mən o məsafəni direkt belə kəsmək üçün ən asan yol nədir? Özümü bir növ fiziki olaraq ödünc vermək, yaxınlaşmaq. Elə bir ki, mən o etapa keçsəm, mən göstərirəm ki, bax, mən səninəm, bax, mən səninləyəm, bax, mən özümdən sənə nə qədər çox şey verirəm, yəni ən özəlimi sənə verirəm. Və o cinsəl kontaktda insan elə bil ki, maksimum emosiya yaşayır. Heç bir vaxt başqa özü ilə olanda, başqa adətən kollegalarla, həyatındakı olan başqa insanlarla kontaktda hiss etmədiyi istiliyi hiss edir. Çünki bədəninlə kontakt qurmağa başlayır. Bədənimizdə o emosiyaları hiss edirik. O içimiz isinməyə başlayır, o qısa müddətlik belə. Və əlbəttə ki, bu bizdə bir alışqanlıq yaradır. Və bizə elə gəlməyə başlayır ki, bu istiliyi, yaxınlığı, səmimiliyi, candan olmağı biz bu tərzdə ala bilərik. Çünki bu sanki daha asan bizə gəlir. Təsəvvür edirsiniz, əslində çox qadın üçün o cinsəllik çətindir. Amma bəziləri üçün isə bu etapı atlamaq, buna keçmək daha asan gəlir. Və onda sanki mən ən çətini başdan eləyirəmsə, o elə bil ki, ən çətin etapı keçdim də, indi qalır həm münasibət qurmaq kimi, amma elə deyil. Gördüyünüz kimi, yəni sizin də yazdığınız kimi, bu münasibət qurmaq, ya qısa müddətli münasibətlər yaşayırsınız, ya flörtlər yaşayırsınız, ya da get-gəlli toksik münasibətlər yaşayırsınız. Yəni, məncə axtardığınız budur. Əslində, siz danışırsınız münasibət qura bilməmək bacarığınızdan, istəyiniz də budur. Və bu tip münasibət hansı ki, istilik yaradır,
içimizi doldurur. Bu sadəcə qarşı cinslə deyil. Biz həyatımızda çox insanla belə yarada bilərik. Çox insana deyəndə ki, yəni ən yaxınlarınızı nəzərdə tuturam. Məsəl üçün, əgər bilmirəm, valideyninizlə münasibət necədir, sizin yəqin ki, dostlarınız var, kolleqanız var. Bir müəyyənləşdirməyə çalışın. Onlarla münasibətiniz nə yerdədir? Onlarla nə dərəcədə səmimisiniz? Onlarla nə dərəcədə münasibətiniz sizin içinizi isidir? Yəni burada sizin istəyinizdə heç bir pis şey yoxdur. Siz 31 yaşında qadınsınız, cinsəllik, intim istəməyə çox təbiidir, çox normaldır və siz qarşı tərəfdən qarşı cinsin tərəfindən görülmək istəyiniz normaldır. Sanki biz hissiyatımız olmayanda, özümüzdən qopuq olanda, o deyirəm, bizim mən yoxam hissi yaranır. Mən elbə ki, özümü tapa bilmirəm, görə bilmirəm və qarşı cinsin gözlərində, bir növ onun gözlərində, onun mənə olan davranışında, baxışında mən özümü əks olunmuş hiss edirəm və onda sanki özümü tapıram, onda mən varam kimi bir hal yaranır. Və ona görə, məsəl üçün, siz işlə güclə məşğulsuz, karyera qurmağa çalışırsınız, amma bu sizi elə bil ki, daha burada hisslər yoxdur, çox zaman, əslində var, insan biznesdə quranda, karyera məşğul olanda çox hissləri olur, amma siz yəqin ki, orada da fikir vermirsiniz. Amma bu yenə də o, yəni insan bizneslə ya da iş, karyera, insanla kontakt kimi, münasibət kimi heç vaxt doldura bilməz, isidə bilməz. Və siz o boşluğu, mən yoxam hissini özünüzü qarşı cinsin gözündə əks etdirərək özünüzün, nə bilim, ya dəyərini hiss edirsiniz, ya fizioloji özünüzü hiss etməyə başlayırsınız, hisslərinizlə biraz kontakta keçirsiniz. Və ona görə o insan artıq ortadan yox olanda siz deyirsiniz, təkəm, mən indi təkəm. Tək olanda özünüzü elə bir tapa bilmirsiniz. Sanki tez bazar birisi lazımdır, hansından ki, siz alışdığınız o senaryoda kontakta keçirsiniz və ən qısa müddətdə tez bir mən varam halını yaratmağa çalışırsınız. İstər bu məktubda olsun, istər bütün təhlil etdiyim başqa məktublarda və ya burada paylaşdığım bütün videolarda. Bu bir dəfəyə düzələn bir şeydir. Ha, indi başa düşdüm, okey, mən indi bunu gedib düzəldim. Yox. Bu insanın ümumən problemidir. Daxili dünyasının strukturu belə yaranılıb. Və bu donmuşluqdan çıxmaq, bunu özümdən yaxşı bilirəm. Donmuşluqdan çıxmaq, kontaktı qura bilmək, o real özü ilə özünü tanımlamağa başlamaq bəlli bir müddət zaman alır. Və o bəlli bir müddət gündəlik iş tələb edir. Harada ki, biz hər gün emosiyalarımıza fikir veririk, hər gün çalışırıq anlamaq mənimlə nə baş verir. Və bu proses o qədər mürəkkəbləşir, çünki fikir verməyə başlayanda insan özü haqda o qədər şeyi görür. Bəzilərini anlamır, bəzilərini görür, puf, tez rədd edir. Bunu mən pisəm videosunda təsvir etmişəm. Ona görə, əgər tək bunu bacarmırsınızsa, gəlin seanslara sizinlə işləyək. Mən terapiyada qəbul edirəm klientləri, mentorluq eləyirəm və özüm bu yolları keçmişəm deyə başqalarına da bu yolda bir növ işıq olmaq, onlarla nə baş verdiyini göstərmək terapiyada məndə məncə yetərincə gözəl alınır. Bugünlük bu qədər. Baxın, mən başqa özüm üçün qeydlər almışdım. Siz deyirsiniz ki, yəni bu insanı niyə seçirsiniz? Bir dənə unutdum. Bu insanı seçirsiniz çünki o birisi münasibətlər sizdə qısa müddətlidir. Dediyiniz kimi də, məsəl üçün, qısa müddətli yaxşı bir hansısa ilgi gördüyünüz münasibət olanda ki, bununla cinsi kontaktı istəmirsiniz. Amma bu insan necə də olmasa başqalarına baxaraq 1 il yarımdır sizin həyatınızdadır. Ona görə ən çox yəqin ki, emosional kontakt onunla yaşamısınız və ona görə nə qədər də gülməli olsa, get-gəli münasibət olsa da ən stabil olan münasibət həyatınızda budur. Ona görə ilk ağlınıza gələndə bu insan olur. Bir də var ki, gedəsən təzə insanla görüşəsən, təzə flirt yaradasan, onunla münasibət qurasan. Bir də var ki, hə, bu var artıq, bunu tanıyıram, bununla yenidən nəyəsə başlamaq lazımdır. Sadəcə elə direkt olaraq kontakta keçmək olur. Ona görə məncə sizin ağlınıza ilk bu oğlan gəlir. Bu qədər. Biz sizinlə gələn həftə görüşərik. Məktublarınız varsa və sizin də hansısa situasiyanı anonim olaraq paylaşmaq istəyirsinizsə, çəkinmədən mənə yaza bilərsiniz. E-maili aşağıda paylaşacağım. Sağ olun, görüşərik.